Azərbaycanın böyük satirik şairi kimi tanınan Mirzə Ələkbər Sabir ədəbiyyata qəzəlləri ilə gəlib. Onlardan birini sizə təqdim edirik. İstəsən könlüm kimi zülfün pərişan olmasın, ol qədər cövr etmənə, ah etmək imkan olmasın. Dərdi eşqin qəsdi can etdisə, mən həm şakirəm. İstərəm cismimdə dərd olsun, dəxi can olmasın. Qoyma əğyar eyləsin kuyində cıvlan ey pəri. Əhrimənlər malik mülki Süleyman olmasın. Atəşin ruyində əfi tək yatıb geysulərin. Türfə cadudur kimar, atəşdə suzan olmasın. Deyirlər aşiq küş nigarım qətlimə amadədir. Allah, Allah bir səbəb qıl kim peşman olmasın. Müftəlayı dərdi eşqəm, əl götür məndən təbib. Eylə bir tədbir kim bu dərdə dərman olmasın. Sabira ümmidi vəsl ilə hicranə döz. Hansı bir müşküldür kim səbr ilə asan olmasın. Mirzə Ələkbər Sabirin satirik şeirlərindən də bir nümunə demək istəyirəm. Payatonla nə ağır yatdı bu oğlan, ölüb nə də tərpənmir üstündəki yorğan, ölüb Bu qədər qışqırığa durdu qonum qonşu tamam, dəbərişməz də, veribdir deyəsən can ölüb Demək olmaz dirilər tək yatıb əlbət duracaq. Ölülər yatmağıdır, yox buna payan, ölüb Çox sovuqdur, çıxan ahəstəcə tək-tək nəfəsi. Bədənində donuşub ləxtələnib qan ölüb Cumuxub qanına bitlər, birələr, hiss eləmir. Çalsa əqrəb də hənuz eyləməz əmman. Ölüb Hansı bir doktora ərz etdim onun illətini. Dedi çək bundan əlin. Boşla, çoxdan ölüb Nə massaj ilə, nə məsnui tənəffüslə bunun və nə dağ ilə olur dərdinə dərman. Ölüb Bunu hətta düşünüb cümlə müsəlman uşağı hər vilayətdə deyirlər payatonla ölüb Məzəli lap bu ki bir para urus damaları qoşulub bunlar deyirlər ki müsəlman ölüb Aman ay molla dayı, bir kitab açdır, fala bax. Tapmasan çarəsini, sən də de oradan ölüb